Bəs polis əməkdaşı şəxsi telefon vasitəsilə idarəyə dəvət eləyə bilər, yoxsa yox sualına cavab almaq istədiyiniz halda bu videonu axıra qədər izləsəniz siz üçün daha faydalı ola bilər. Polis əməkdaşı telefon vasitəsilə vətəndaşı polis idarəsinə dəvət edə bilər. Onu da qeyd edeyim ki, telefon vasitəsilə vətəndaşı idarəyə dəvət edərkən Cinayət Prosessual Məcəlləsinə əsasən çağırış vərəqəsinin məzmunu barədə məlumatı vətəndaşa verməlidir. Amma rəsmi qaydada çağırış olduqdan sonra vətəndaş üzürlü səbəb təqdim etmədən polis idarəsinə gəlmirsə, bu halda Cinayət Prosessual Məcəlləsinə əsasən polis əməkdaşı həmin şəxsi məcburi qaydada gətizdirə bilər. Ona görə xüsusilə onu vurğulamaq istərdim ki, polis əməkdaşı tərəfindən rəsmi qaydada çağırış verilsə belə, daha yaxşı olardı ki, ilk növbədə hüquqşünas və ya vəkilə müraciət edib, öz hüquqlarınızı öyrəndikdən sonra artıq polis idarəsinə gedəsiniz. Belə ki, qanun var və icra olunur.